təbii ki, bu boyda zəfərin miqyasına, statusdan sui-istifadə halları heç bir zərbə vura bilməz. Amma şəxsən özünüzün münasibətinizi bilmək istəyirəm ki, bu boyda əmək sərf olunub orada olaraq əsgər adına xələl gətirən hallar sizə də təsir edirmi? Əməyinizə haqsızlıq hesab edirsinizmi? Əlbəttə, pis oluram. Yəni, məsəl üçün, kimsə hərbiyə, məsəl üçün, hərbiçiyə hansısa bir hərəkətdə ona yaraşmayan hərəkət eləyəndə, əlbəttə ki, mən özüm də şəxsən pis oluram. Amma onu da, belə deyək də, fərd olaraq qiymətləndirmək lazımdır əslində. Yəni, bir insan istəyir hərbiçi olsun, bir zabit olsun, əskər olsun, fərqi yoxdur. Əgər o, hansısa bir hərbiyə yaraşmayan hərəkəti eləyirsə, onu biraz ümumiləşdirmək düzgün deyil. Çünki öz adına eləyir. Öz adına eləyir onu, bəli. Onu görmək lazım deyil ki, hər kəs elədir, hər bir kəs elədir. Hər bir insan fərqli ailədən gəlir, fərqli tərbiyə görür, fərqli mühitdə yetişir. Hər kəs ümumiləşdirmək məncə düzgün deyil, amma yenə də əlbəttə ki, mən pis oluram, özüm də pis oluram. Görəndə, gördükcə, eşitdikcə əlbəttə ki, pis oluram.